bu fəsildə sonuncu olaraq Əbu Hüreyrə radiyallahu anh'ın hədisini götürürük. Bu hədis heyz qanını yuyulduqdan sonra paltarda iz qalarsa, orada hər hansı bir rəng qalarsa, onun bağışlanmış olması haqqındadır. Heyz qanını yuyulduqdan sonra paltarda iz qalarsa, onun bağışlanmış olması haqqında. An Əbi Hüreyrə radiyallahu anhu qala, qalet Xawlə, ya Rasulallah, fe illem yezhebid-dem, qala yekfikil ma'u ve la yadurruki eseruhu. Ahrecehu Tirmizi ve seneduhu daif. Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, rivayet edir ki, Xawlə radiyallahu anhə dedi ki, yəni heyz qanının yuyulması haqqında, ey Allahın Resulü, eğer qan paltardan getməzsə nə edim? Qan paltardan getməzsə nə edim? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sənə su kifayətdir. Eğer onun izi qalarsa, sənə zərəri yoxdur. Eğer izi qalarsa, rəngi qalarsa, sənə zərəri yoxdur. El-hadithu delilun ala ennehu yu'fa amma baqiya min athari lawni demil hayz min ba'da al-ictihad fi'l-ghusl. Hadis dəlildir ki, əgər yaxşı şəkildə yuduqdan sonra paltarı hər hansı bir iz, hər hansı bir rəng, heyz qanının rəngi, izi qalarsa, o artıq bağışlanmışdır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, وَلَا يَضُرُّكِ أَثَرُهُ. Onun əsəri sənə heç bir, yəni onun izi, onun rəngi sənə heç bir şey təsir etməz. Və ümumi Allah Teala'nın bu sözünə görə də ki, فَاتَّقُوا اللّٰهَ مَسْتَطَعْتُمْ. Allahdan bacardığınız qədər qorxun. Allahdan bacardığınız qədər qorxun. Əgər bir insan, yəni onu yaxşı şəkildə yuyarsa və yuduqdan sonra hər hansı bir iz, rəng itirə bilmək, yəni onu itirmək mümkün olmayan hər hansı bir iz, rəng qalarsa, artıq o bağışlanmışdır. لِأَنَّهُ مِنَ الْمَعْلُمْ أَنَّ الْغُسْلَ قَدْ لَا يُذْهِبُ اللَّوْنَ. Çünki məlumdur ki, yumaq أَنَّ الْغَسْلَ قَدْ لَا يُذْهِبُ اللَّوْنَ. Yumaq bəzən rəngi itirməyə bilər. Baxırsan, yuyursan, amma rəng qalır. Sonra deyir ki, təkcə rəngin özü, yəni xəbis, çirkin bir şey deyil. Xəbis olan, çirkin olan, nəcis olan o nəcasətin özünün orada qalmasıdır. Artıq o da bu yuyulmayla gedibsə, yalnız izi qalıbsa, rəngi qalırsa, onda heç bir zərər yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem'in dediyi kimi. Lakin o rəngi də itirməkdə insan, yəni çalışmalıdır, yumalıdır bacardığı qədər və bundan sonra, yəni əgər orada nəsə iz qalarsa, o nəcasəti yaxşı şəkildə yumağa, yəni onu itirməyə çalışdıqdan sonra hər hansı bir iz qalarsa, bu zaman yəni insana heç bir zərəri yoxdur. Və müəllif rahimehullahın da, yəni İbn Həcər rahimehullahın da bu hədisi, Əbu Hüreyrə radiyallahu anh'ın bu hədisini Əsma radiyallahu anh'ın hədisindən sonra gətirməsi ona görədir ki, yəni Əsma radiyallahu anh'ın hədisi yuyulmaq barədə, onu yaxşı şəkildə yumaq barədə idi. Və ondan sonra Əbu Hüreyrə radiyallahu anh'ın bu hədisini gətirməsi onu bildirir ki, yəni insan səhlənkarlıq etməməlidir. Səhlənkarlıq etməməlidir və yaxşı şəkildə yumalıdır. Əsma radiyallahu anh'ın hədisində artıq bildik ki, yaxşı şəkildə yumalıdır. Ondan sonra bu hədisi gətirərək bildirir ki, əgər yuduqdan sonra hər hansı bir iz və yaxud da hər hansı bir rəng qalarsa, artıq o bağışlanmışdır. Yəni, nəyə görə Əsma radiyallahu anh'ın hədisini bu hədisdən əvvəl gətirmişdi? Ona görə ki, insan Əsma radiyallahu anh'ın hədisini oxumadan birbaşa bu hədisi oxuyarsa, bu hədisi görərsə, yəni səhlənkarlıq edə bilər. Yəni ki, bir dəfə yuyar, yəni çalışmaz onu daha yaxşı şəkildə yumağa və deyək ki, onsuz da Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onun izi sənə təsiri yoxdur. Lakin ona bəzən iz kimi də görsənə bilər, amma orada nəcasət qala bilər. Ona görə yaxşı şəkildə yumaq barədə Əsma radiyallahu anh'ın hədisini gətirdi. Ondan sonra əgər hər hansı bir iz, yəni itirilməsi mümkün olmayan rəng qalarsa, onun bağışlanmış olması haqqında olan Əbu Hüreyrə radiyallahu anh'ın hədisini gətirdi. Və bununla bugünkü dərsimizdə kifayətlənirik və Allah Teala eşitib faydalanlardan eləsin. Allah Teala bizə haqqını göstərib ona tabi olanlardan və batili kimi göstərib ondan çəkinənlərdən eləsin. Və bundan sonra inşallah dəstəmaz fəsli gəlir.
Və gələn dərsdə inşallah dəstəmaz fəslinə başlayırıq. Dəstəmaz haqqında olan hədislər, dəstəmazın əhkamları. Allah Teala bizim dərslərimizi bizim üçün faydalı və ən gözəl şəkildə öyrəndiyimizə əməl edənlərdən eləsin. Allah Teala bizi oxuduğumuz hər bir şeylə faydalandırsın və ona ən gözəl şəkildə bəsirət üzərə ibadət etməyə, elm üzərə ibadət etməyə bizə müvəffəq etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi ecma'in. İxlasla.com saytı tərəfindən təqdim olundu.